Verilmiş x natural ədədinin natural bölənlərinin cəminin tapılması düsturuna baxaq. Deməli, ədədin natural bölənlərinin cəmini tapmaq üçün əvvəlcə ədədin özünü sadə vuruqların qüvvətinin hasili şəklində yazırıq. Daha sonra qeyd etdiyimiz s bərabərdir a üstü n plus 1 çıxılsın 1 bölünsün a çıxaq 1-ə. Digər vuruqları da bu şəkildə qüvvətlərinin bir vahid artıq şəklində yazırıq və həmin almış ifadədən 1 çıxırıq, bölünsün sadə vuruqdan bir vahid aza. Nümunə olaraq qeyd etdim. 45-in natural bölənlərinin cəmini tapaq. S nəyə bərabər olacaq? Deməli, A-mız burada birinci həddimiz vuruğumuz nəticədir? 3. 3. 2-nin üstə 1 gələcək 3. Çıxılsın 1. Məxrəcdə də 3-ün özündən 1-i çıxırıq, yazırıq. Vurulsun 5 olduğu kimi yazdırıq. 1-in üstünə 1 gəldik 2, çıxılsın 1. 5-dən də 1 çıxanda 4. 26-yı da 2-yə bölürük. Edir 13. Vurulsun 24-ə böldük 6 bərabərdir. 13-ü də 6-ya vuranda 78. Deməli, 45 ədədinin natural bölənlərinin cəmi 78-dir.